Bax, mən sizə bir şey deyim. Göygölün icra başçısının maşınının şəklini göstərə bilsək. Gərək onu montaj edək burada. Məsələn, yox, mən valla adi bir şey deyim də. Göygölün icra başçısının maşınının yəqin ki BMW 700'lərdir, son model, 200-300 min qiyməti olacaq. Görək onda, bax, o həmin o maşınına satsa, icra başçısı satsa və desə ki, mən daha bu cəmaət mənə həvalədə gedib Almaniyadan ikinci əl tibbi maşınla, biz sizdə Almaniya, Amerikanın ikinci əl maşınları bizim müasir tibbi maşınlardan daha yaxşıdır. Neçəsini ala bilər? Ən az 5'ini ala bilər də. Düzdür, demək canı yanmır. Ürəyi yanmır. Bax, həmin o Göygöl icra başçısından soruşmaq lazım. Sənin uşağın sabah, tutaq ki, indi Göygöldə getmirsən istirahətə, orada ayağını İraqa ilan çaldı. Belə bir maşında apararsan onu, yoxsa öz maşınla mindirib apararsan. Yəni biz o empati yapmırlar da, empati yapmırlar ki, məsələn, kəndlinin uşağı qoy getsin də bunda. Məsələn, sirkələnə, xəstə. Birisi də elə xəstələr var, sirkələnmək olmaz. Yəni, amma mənim nəyimə lazım deyil. Amma özlərinə bir şey olanda helikopterlə gedirlər. Bakını da bəyənmirlər. Birbaşa Avropaya, Türkiyəyə filənə gedilən 2000 nə qədər vardı. Yəni biz ürək yanmayanda belə də olacaq. Hələ bu yaxşı ki, şükür edin ki, var. Birazdan siz görəcəksiniz ki, o atla, filənlə, ulaqla zavallı ciddi deyil. Avropa